Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə özbəklərin yoxsul gənc haqqını necə aldı adlı nağılını danışacağam. Anası ilə birgə yaşayan yoxsul gəncə varlı qonşusu soyuq bir qış günü belə təklif etdi. Bax oğlum, hava soyuqdur. Sən kasıbsan. Pula ehtiyacım var. Mənim isə hər şeyim var. Ehtiyacım olan təkcə əyləncədir. Əgər bu soyuq gölə girib səhərə qədər orada qalsan, sənə 100 qızıl verəcəm. Zavallı kasıb oğlan soyuq suya girdi və titrəyə-titrəyə orada gözləməyə başladı. Axşam ana oğlunun evə gəlmədiyini görüb onu axtarmağa başladı. Əlində məşəllə gölün sahilində dolaşanda oğlunu suyun içində gördü. Oğlan varlı qonşusu ilə məcləşdiyini deyəndən sonra qadın evə qayıtmalı oldu. Səhər açıldı. Yoxsul gənc pulunu almaq üçün qonşusunun qapısını döydü. Amma varlı qonşu oğlanı təhqir edərək qapısından qovdu. Anan axşam əlində məşəllə gəlib səni isitdi. Bununla da mərci uduzdun. Sənə bir qəpik də düşmür. Rədd ol buradan. Yoxsul oğlan çox məyus oldu. Mərci qazandığı halda haqqını almamağı ona pis təsir etdi. Şəhərin ağsaqqalından kömək istədi. Müdrik ağsaqqal yoxsul gənci şəhər hakiminin yanına göndərdi. Şəhər hakimi sənin pulunu alıb verəcək. Çünki o hətta kimsəsiz yetimlərin də haqqını qoruyur. Oğlan ümidlə hakimin yanına getdi. Amma o vəziyyətdən xəbərdar olandan sonra varlı qonşusunun haqlı olduğunu bildirdi və bununla da gəncin ümidləri puç oldu. Kədərlə evə qayıdanda yenə müdrik ağsaqqalla qarşılaşdı. Müdrik gənci dinlədi və bunları söylədi. Qəm yemə, sən sabah bizə gəl, pulunu alacaqsan. Elə həmin axşam bu hörmətli ağsaqqalın ziyafət verəcəyi haqqında xəbər yayıldı. Ertəsi gün quzular kəsildi. Plov bişirmək üçün böyük qazanlarda düyü qaynadıldı. Amma mətbəxin bir küncündə ocaq qalayarkən quzuları və qazan dolusu plovları mətbəxin digər küncündə yerləşdirdilər. Axşama qədər qonaqlar söhbət edib əyləndilər. Axşam düşəndə artıq hər kəs acıb susadı. Amma ortada nə bir loxma çörək, nə də bir qurtum içki vardı. Qonaqların önündə hakim mətbəxə girdi. Hakim, xidmətçilər, niyə bizi yeməyə dəvət etməmisiniz? Mətbəxdə işləyənlərə acıqlandı. Müdrik ağsaqqal isə belə dedi. Hörmətli hakim, onların heç bir günahı yoxdur. Yeməklər hazır deyilsə, bu mənim günahımdır. Ocağı orada qurduq. Qazanı da bura qoyduq. Amma hələ bişməyib. Biraz da gözləmək lazımdır. Ocaq oradaykən heç qazandakı yeməklər bişərmi? Hakim heyrətlə soruşdu. O küncdəki ocaq bu küncdəki yeməyi bişirməsə, bəs onda necə oldu göldəki oğlanı anasının məşəli isitdi? Ağsaqqal soruşdu. Hakim müdrik ağsaqqala haqq qazandırdı. Dərhal varlı adama kasıb oğlanın pulunu ödəməyi əmr etdi. Beləliklə yoxsul oğlan 100 qızılını alıb şad-xürrəm evinə qayıtdı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik.
Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.